yaxud unutmaq. Aha, səhnə qorxusu yaşayan insanların əksəriyyətində həyəcan olur, ürək döyüntüsü olur, əllərin titrəməsi, sözləri unutmaq və sair. Bunlar hamısı çox normal bir şeydir. Hətta mən sizə bir söz deyərdim ki, bu peşəkar aktyorlarda da tez-tez rastlanan bir şeydir. Mənim özümdə də elə ilk zamanlarımda da olan bir şeydir və indi də baxmayaraq ki, artıq neçə ildir bu peşədəyəm və bu sənətlə məşğulam və demək olar ki, həftənin 3 günü və həftədə 3 gün olmaqla ən azı bir 4-5 dəfə səhnədə çıxış edirəm. Həm səhər uşaq tamaşalarında, həm axşam böyüklər üçün var tamaşalarımızda. Yəni buna baxmayaraq mən böyük həyəcan hər gün keçirdirəm və bu çox vaxtda məsuliyyətlə bağlı olan bir şeydir. Amma vacib olan yəni bu qorxunu yox etmək deyil, sadəcə onu idarə eləməyi bacarmaqdır. Və adətən qorxuların da 90%-i başqaları nə düşünər fikrindən gəlir. Bu hamı da belədir deyə düşünürəm. Amma bunu unutmamalıyıq ki, tamaşaçı bizim səhvimizi çox vaxt heç hiss eləmir belə. Biz bəzən olur ki, səhnədə hansısa səhvlər buraxa bilərik, hansısa mizanları səhv eləyirik və yaxud da hansısa replikaları unuduruq. Amma bunu çox vaxt peşəkar aktyorlar bunu o qədər gözəl idarə eləməyi bacarırlar ki, bunu bizim özümüzdən başqa çox adam heç bilmir və tamaşaçı da bunu hiss eləmir. Elə peşəkarlıq da bundan irəli gəlir ki, əsas odur tamaşaçı bunu hiss eləməsin. Məsələn, bu qorxunu, səhnə qorxusunu idarə etmək üçün bəzi texnikalar var. Məsələn, 30 saniyəlik texnikalar var ki, burnundan 4 saniyə belə nəfəs alırıq. Bu nəfəsi 4 saniyə saxlayırıq və artıq 5-6 saniyədə bu nəfəsi veririk. Və bunu bir neçə dəfə təkrarlamaq səhnəyə çıxmazdan əvvəl çox vacibdir, çox yararlı bir şeydir. Və ümumiyyətlə səhnəyə çıxmazdan əvvəl heç vaxt mən həyəcanlıyam, mən bacarmayacağam demək olmaz. Bunu digər cümlələrlə məsələn əvəz edə bilərik. Mən həyəcanlı deyiləm, mən enerjiliyəm. Mən həyəcanlı deyiləm, mən performansımı belə deyək, göstərməyə hazıram. Bədənim performansa hazırlaşır. Bu kimi cümlələrlə əgər əvəzləsək, beynimizi o cür kodlasaq, səhnəyə çıxanda bu bizə çox kömək edə bilər. Və beyin üçün bizim beynimiz fərqi ayırd edə bilmədiyinə görə eyni reaksiyanı müsbət qəbul etməyə çalışır artıq. Sonra Bir şey soruşmalı. Bəli, buyurun. Bu Soyuq Günəş Sədaqət Kərimovanın öz ssenarisidir, yoxsa əvvəlcədən yazılmış ssenariydi, kinoya çəkildi? Bu Sədaqət birdən-birə başqa bir mövzuya keçid elədik. Soyuq Günəş Sədaqət xanımın 26-27, bəlkə də 28 il öncə yazdığı bir əsər əsasında bu əsər əsasında bir ssenari yazılır və o ssenari əsasında da artıq bir film çəkilir. Bəli, Sədaqət xanımın dediyi sözlərə əsasən həqiqətən də yaşanmış bir hadisə üzərində çəkilmiş film. Belə. Sağ olun. Siz sağ olun. Mövzumuza qayıdaq. Bu mövzuda belə deyək, ən güclü sirr təcrübə deyil əslində, imitasiyadır. Məsələn, biz evimizdə məşq eləyə bilərik hər hansı bir qorxunu öz içimizdən dəf eləmək üçün. Güzgü qarşısında telefon kamerası ilə və yaxud da dostlarımızla bərabər, dostlarımızın qarşısında və beyin bunu artıq real səhnə kimi qəbul elədiyi üçün artıq realda səhnədə olanda iştirak etmək daha rahat olur. Bəzən olur ki, səhnədə həyəcandan, qorxudan söz yaddan çıxa bilər. Bu anda nə etmək lazım? Təbii ki, peşəkar aktyorlar bunu improvizə edərək aradan qaldırırlar bu problemi, amma bəzən elə olur ki, peşəkar aktyorlar da özlərini itirirlər. Mənim özümdə də dəfələrlə olan bir şeydir. Məsələn, belə hallar baş verəndə dayanıb bir saniyə nəfəs salmaq lazımdır. Danışığımızı biraz yavaşlatmaq lazımdır və tamaşaçı bunu artıq pauza kimi qəbul edir, bir problem kimi qəbul eləmir. Belə hallar da baş verəndə, dediyim kimi, hər kəsdə baş verə biləcək hallardır. Səhnədə insanlar, yəni ümumiyyətlə tamaşaçı mükəmməlliyi axtarmır. Tamaşaçı gəlir ki, sənin emosiyalarını izləsin, səmimiyyətini görmək istəyir, emosiyalarını görmək istəyir.
Ə, Son bilgilendirdim burada. Böyle bir araşdırmaya mən də denk gəldim. Psixoloqlar deyirlərmiş ki, səhnə qorxusu çox vaxt təhlükə qorxusu deyil. Bu qiymətləndirmə qorxusudur. Yəni insan düşünür, birdən məni bəyənməzlər, birdən səhv eləyərəm, birdən mənə gülərlər, birdən pis görünərəm. Ümumiyyətlə mənim çalışdığım bir rejissor var idi, Elvin Mirzoyev. Bir tamaşa üzərində onunla işləyirdi və həmişə bizə deyirdi ki, aktyorlara, heç vaxt mənim qarşımda gülünc görsənməkdən, çirkin görsənməkdən qorxmayın və onun sözü mənim qulağımda həmişə sırğa olub ki, yəni doğrudan da bir aktyor, artist səhnədə rejissor qarşısında çirkin görünməkdən, gülməli görünməkdən qorxmamalıdır və o bizi o kompleksdən azad eləmək. Orada inesiyorlar. Sual gəldi. Adam səs gəlir. Aha, davam edək. Ümumiyyətlə səhnədə çıxış zamanı, səhnəyə çıxanda beyin bunu belə qəbul edir ki, aha, hamı mənə baxır və bu bir təhlükədir. Amma bunu bu cür qəbul etmək düzgün bir şey deyil və bunu öz içimizdə idarə etməyi bacarmalıyıq. Bəzən olur ki, səhnəyə çıxanda ürəyimizin ritmi sürətlənir, əllər titrəyir. Mənim özümdə olur ki, hər çıxışımda demək olar ki, fərq yoxdur, səhnədə olsun, hansısa televiziya səhnəsində olsun, hətta bəzən çəkilişlərdə belə əllər titrəyir, ağız quruyur, belə sözlər bir-birinə dolaşır, qarışır. Amma bu artıq beynimizin qaç və ya döyüş reaksiyasıdır. Yəni bədən bunu qorumağa, bizi qorumağa çalışır əslində. Araşdırmalara görə ümumiyyətlə insanların böyük bir hissəsi ölüm qorxusu, yəni səhnə qorxusundan daha necə deyim, daha zəif gəlir insanlara. Yəni səhnə qorxusu insanlar üçün çox belə böyük bir qorxudur, böyük bir fobiyadır. Bu normaldır əslində. Yerdən bir çox insanda müşahidə olunan bir şeydir əslində. Səhnə qorxusunu azaldan ən güclü düşüncələrdən biri özümüzü elə mərkəzə qoymamalıyıq. Bunun əvəzinə fikirləşməliyik ki, daha doğrusu mən necə görünürəm bu sualın əvəzinə mən insanlara nə verirəm sualını versək və bunun üzərində düşünməyə başlasaq, bizim üçün elədiyimiz iş səhnədə artıq daha asan olacaq. Və fokus artıq dəyişəndə qorxu da azalır, çünki diqqət artıq özündən çıxır. Bir də ki, səhv etməkdən qorxmamaq lazımdır. Tamaşaçı bizi səhvlərimizə görə yox, səhvdən necə çıxdığımıza görə dəyərləndirir, qiymətləndirir. Bizim peşəkarlıq da elə burada bilinir. Bəzən elə kiçik səhvlər olur ki, bizi daha canlı və daha real göstərə bilər hətta. Və özünə inam da çox vacibdir təbii ki. Amma təbii ki, özünə inam əvvəl gəlmir, əvvəl hərəkət gəlir, sonra artıq inam gəlir. Yəni sən hazır olanda yox, çıxdıqca güclənirsən artıq. Səhnəyə çıxmazdan əvvəl məsələn özümüzə deyə biləcəyimiz cümlələr var. Onlardan biri onlar mənim tərəfimdədir. Həmişə bunu düşünmək lazımdır ki, tamaşaçı mənim tərəfimdədir. Tamaşaçı istəmir ki, mən səhnəyə çıxım da pis görünüm, çaşım, yıxılım, mənə gülsünlər. Yox, əksinə tamaşaçı gəlib ki, məni ən gözəl, ən səmimi, ən estetik halımdan görsün və tamaşaçı hər zaman bizim tərəfimizdədir. Və bu cümlə beynin müdafiə rejimini belə deyə söndürür. Və artıq panika da təbii ki, azalır. Səhnə qorxusu insanlar adətən mən deyərdim məsuliyyətli olurlar, həssas olurlar. Ən məsuliyyətli insanlar bir doğrudan da səhnə qorxusu yaşayan insanlardır. Yəni bu əslində zəiflik deyil. Bu məncə bir potensial əlamətidir, əksinə yaxşı bir göstəricidir. Bilmirəm, mənim deyəcəklərim əslində bunlardır. Əgər kiminsə, biraz tez-tez danışdım əslində sizə mövzuları. Əgər kiminsə nəsə sualı varsa, buyurun, danışaq, müzakirə eləyək. İrana xanım, Bəli. bəli. Siz Zaur Taysoy eşitmisiniz? Necə? Zaur Taysoy eşitmisiniz? Bəli, eşitmişəm. Hə. O deyirmiş ki, əgər həyəcan yoxdursa, onda keyfiyyət də ölür.
Məsələn, həyəcan da lazımdır ki, tamaşaçıya qarşı əsl aktyor keyfiyyətli bir iş qoya bilsin. Bəli, tamamilə razıyam. Elə dediyim kimi, yəni həyəcan, məsuliyyət bunların hamısı çox vacibdir. Çünki təsəvvür edin ki, bir insan əgər səhnəyə çıxmazdan əvvəl həyəcan keçirtmirsə, mən tamaşaçılara hansı mesajı ötürəcəm? Mən ümumiyyətlə bu işdə nə üçün varam? Yararlıyam mı, deyiləmmi? Əgər bunları düşünmürsə, bu həyəcanı yaşamırsa, təbii ki, göstərdiyi işin də yəqin ki, bir keyfiyyəti olmaz. Ümumiyyətlə orada bir mənəviyyat yoxdursa artıq o işdə bir məsuliyyət, bir özünü vacib hiss eləmək hissi yoxdursa, təbii ki, artıq keyfiyyətdən də, yaxşı keyfiyyətdən söhbət gedə bilməz. Mən başqa bir şey də demək istəyərdim. Buyurun. Mən o bəlkə də filmində axı iştirak eləmişdiniz siz. Bəli. Taleh Yüzbaşov çox qəşəng çəkmişdi onu. O imtahanı verməzinə və 9-cu sinif imtahanına qabaq ad günü hədiyyəsi kimi getmişdim. Flame Towers-da izləyirdik. Çünki uzun vaxtı getmirdi, keyfiyyətli kino çıxmırdı. Uzun vaxtdan sonra getmişdik də, karantindən sonra ilk dəfə sinemaya getdik. Kino qurtardı. Ziba xalan tanıyırsınız. O kinoda axı Taleh Yüzbayevin anası obrazını canlandırdı aktrisa. O obraz kimi Habil obrazının anasını canlandırır deyə yadınızda. Mən üzr istəyirəm. Bir dəqiqə. Səs çatır. Aha. Mən sizdən xahiş edəcəm. Demək, Flame Towers. Baxın, oradan bir də götürün. Səs çatır. Problem oldu mənim, qırıldı. Olan şeydir. İndi səs çatır. Bəli. O Ziba xalan tanıyırsınız. Kinoda ana obrazını canlandırdı. Elə o da ailəsi ilə gəlibmiş. Kino qurtardı, bir də baxdıq, ayda, tam da arxamızdadır. Tam da təsirli bir obraz idi, axırdan axıra. O da ana obrazı rəhmətə getmişdi. Tam da o sırada bir də gördük, aktrisanın özüdür. Çox sevindik. Mən də inşallah gələcəkdə kino sahəsinə gəlmək istəyirəm. Taleh Yüzbayevlə, Əlxan Rəcəbovla bir işləmək istəyirəm. Elə Zaur Taysoyun Film Akademiyasına başlamaq istəyirəm. Milli İncəsənətdən də davam edəcəm. Amma məsələ burasında ki, düz aktyor kimi dolanışı təmin etmək qeyri-mümkündür. Ona görə məcbur birinci hüquq bitirməliyəm. Yəni düz aktyor kimi görürəm ki, mən bir əməkdar artist görmüşdüm metroda. O çox dərdli idi. Yəni heç halı belə yoxdur danışmağa. Yəni görürəm ki, kinoya Azərbaycanda heç o qədər də dəstək yoxdur. O ortaya çıxan bir dənə iş varsa, o da qurd işidir. Məsələn, bəlkə də 200 min manata çəkib, 250 minə çəkibdir. Halbuki 10 min manatlıq bir iş belə yoxdur. Çox səviyyəsiz kinolar qabağa çıxır bu dəqiqə Nizami Kino Teatrında. Baxanda mən özüm utanıram. Keyfiyyətli işi heç kəs dəstəkləmir. İşlərinizdə sizə uğurlar arzu edirəm. İnşallah gələcəkdə özünüzü harada istəyirsinizsə orada görərsiniz. Elə istəyərdim sizlərlə bərabər olsun hamınız. Yəni birlikdə qrup kimi olacaq. Almaq istəsəniz, siz mənə Instagramda yazın, mənim sizə tövsiyə edə biləcəyim bir kurs var. Çox sağ olun. Çox sağ olun. Ciddi işləmək istəyirsinizsə məsuliyyətlə elə bir kurs. Bəli. Yazarsınız, mən sizə göndərərəm. Onsuz Film Akademiyası var, Zaur Taysoy. Oradan təhsilimi davam elətdirib inşallah formalaşacağam. İnşallah. Uğurlar sizə. Çox sağ olun. Belə başqa sualı olan var? Deyəsən yox. Bir də bir şey maraqlıdır mənə. Orada qəbristanlıq səhnəsi var idi. O məkan kimi mənə çox tanış gəlir. Əslində mən bacımla getmişdim ora. Sonradan öyrəndik ki, bu məyər bizim ailə qəbristanlığımızın olduğu yerdir. Onun biraz yaxın tərəfində çəkiliş gedibdi. O qəbristanlıq hissəsi bizim ailə qəbristanlığımızın olduğu yerdir. Çox təsirləndik. Yəni birdən-birə dedik ki, bizim baba nənəmizin qəbrinin olduğu yerdə o kənar tərəfdə çəkiliş gedir. Çünki o yolu tanıyırıq tez-tez gedib gələndə. Məyər o dövrlərdə çəkiliş gedir. Adama biraz təsir elədi. Gözəl proyekt edib. Soyuq günəş
Sonra mənim belə ürəklə, sevgi ilə çalışdığım bir proyekt idi. İlk proyekt idi. Soyuq Günəşdən sonraki mənə çox böyük zövq verdi. Talih Yüzbəyev deyir ki, Almaniyadan bəyəniblər o kinonu. Həqiqətən elədir. Bəli, bəli. Hətta festivallara da göndərəcəklər. Bəlkə də artıq Hmm. göndərib məlumat elə idi ki, Elə inşallah elə belə inkişaf edir kinomuz. Mən də inşallah bir gənc kimi iştirak edəcəm. Elə onunla öyrənərək. Elə bir hamı bir araya gəlsə, onda nəsə baş verəcək. Məsələn, kinematografiya sədrimiz Rasim Balayev də Amerikaya getdi də, yadınıza keçən ilki Novruz bayramını orada keçirtdi, Hollywoodda, Los Angeles'da, bəli. New Yorkda. Onun məlumatınız var? Məsələn, nə məqsədlə getdi, necə nəticələr oldu? Yalan demiş olaram. Çox da məlumatım yoxdur bu mövzu ilə bağlı. Hə, onsuz o Nizami Kinoteatrının yanındadır kinematografçılar sədri. Nə Evet. vaxt gedirəm, heç vaxt tapmaq olmur onu. İstəyərdim onunla da tanışdığım olsun, amma heç tapa bilmirəm. İnşallah bir gün olar. Amin. Məsələn, maraqlı, mən bu dəqiqə 3-cü qrupa hazırlaşıram. Ədəbiyyatda görürəm ki, bizim çox maraqlı səhnələrimiz var ki, əslində yenidən çəkilməyə layiqdir. Əsərlər var ki, sırf kino kimi Hollywoodda, Amerikanın belə keçə bilər. İnşallah onları səhnələşdirməyə fikirləşirəm. İnşallah. Allah yolumuzu işıqlı eləsin. Hə, çox sağ ol. Məsələn, Soyuq Günəş daxil sizin obrazınız həsrət çəkibdir axı ayrılıq. Məsələn, mən fikirləşirəm ki, Beyrək ki, sevdiyindən ayrı düşür, illər sonra qayıdır. Məsələn, qayıtdığı səhnədəki obrazları istəyərdim Soyuq Günəşdəki patrionunuzla canlandırasınız. Hə. Mərhələ-mərhələ inşallah alınacaq. Bəli. İnşallah. Maraqlı olur. Hə, sağ ol. Belə, başqa sualı olan var? Aslında çox adam var. Qoşulan. Salam. Salam. Əlimi qaldırmışam, amma deyəsən görmədiniz, ona görə səsimi açmalı oldum. Ha, mən görmürəm. Siz ona görə zəhmət olmasa səslə çox da uzun deyə bilmirəm ki. Əgər nəsə demək istəyirsə, buyurun deyin. Tamam. Mən qrupda gördüm təlimi, səhnədə qorxusu olanlar üçün bir təlim deyəsən. Amma bilmirəm səhv anlamışam yoxsa yox. Sırf aktyor və aktrisalar üçün olan bir təlimdir yoxsa yox. Çünki mən müəlliməm və nisbətən geniş auditoriyalarda çıxışda həyəcanlanıram. O məqsədlə qoşulmuşam. Yəni bilmək istəyirəm necə bir səhnədə nəzərdə tutulur bu da. Hər də qeyd elədiyim kimi, yəni fərqi yoxdur. Bu bir televiziya səhnəsi də ola bilər. Mən daha çox yəni teatrda məşğul olduğum üçün daha çox belə deyək, misalları teatr haqqında verdim təbii ki, amma Təzə qoşuldum ona görə. Bilmirdim burada fərqli sferalardan insanlar var. Əslində bilmirəm hansı yerindən qoşulmusunuz, amma dediyim kimi, yəni səhnədə olma fərqi yoxdur. Televiziya səhnəsi olsun, fərqi yoxdur. Teatr səhnəsi olsun. Başa düşdüm, siz müəllimsiniz, yəqin çox vaxt auditoriya qarşısında çıxış eləyirsiniz. Yəni dediyim bütün o elementlər, bütün o texnikalar əslində elə bütün çıxışlara aid eləmək olar. Onların heç birini eşitmədim. Mən qoşulanda harca 5-10 dəqiqə əvvəl qoşuldum. Səccad bəy deyəsən o danışırdı. Zapis olub görəsən, deyəsən zapis gedir. Əgər zapis gedirsə, bəlkə sonra sizin əvvəl dediyim bütün şeylərin izahını sizə verərlər. Çox sağ olun. Əgər hansısa bir konkret sualınız varsa, buyurun. Xeyr, yoxdur konkret. Çox sağ olun. Sağ olun. Salam, axşamınız xeyir olsun. Xeyir olsun. Xoş gördük, xoş eşitdik sizi. Həqiqət oluyram. Müqəddəs Ramazanınız, ilk səsləndirdiğiniz mübarək olsun. Xeyirli, uğurlu, ruzu bərəkətli. İnşallah. Mən bir belə sualım vardı ki, son zamanlar, yəni ki, yaxın 2-3 il ərzində, bəlkə də 4 ilə yaxında televiziya kanallarında yəni ki, eyni seriallar çəkilirdə, mövzular eynidir, senarilər eynidir. Maraq dairəsi itirdə, yəni insanların, Səccad bəyin qardaşının sözünə qızır, həqiqətən də maraq itir. Bu nədən irəli gəlir? Sizcə? Dediklər azdır, yoxsa nə desəm?
Hı hı. Ən böyük Hər problemlərdən biri budur ki, bütçə az və bütçə az olduğuna görə artıq belə deyim, yaxşı ssenarilər yazmaq imkanı azalır, yaxşı aktyorlar dəvət eləmək imkanı azalır, motivasiya azalır. Məncə bizim sektorun ən böyük problemi elə bütçə və ssenari qıtlığıdır. Bəzən olur ki, hansısa işlər çox maraqlı, gözəl başlayır. Mən də özüm oturub maraqla izləyirəm. Xüsusilə gündəlik seriallar məsələndə, indi mən öz fikrimi deyirəm. Ssenari baxımından hardasa o zəncir, o ip qırılır və artıq tamaşaçıda biraz maraq belə deyək azalır. Yəni mən sırf özüm tamaşaçı kimi bunu deyirəm. Bu sənət olan bir insan kimi demirəm, amma əgər sırf peşəmlə bağlı desəm, buna görə mən daha çox konkret bir ssenarisi bəlli olan proyektlərdə olmağı üstün bilirəm. Çünki günlük işlərdə hansılar ki 1, 2, 3 və 400 daha çox davam edir. Ssenarinin gedişatını bilmədiyim üçün, əmin ola bilmədiyim üçün çox vaxt belə proyektlərdə olmağı belə deyək, qorxuram deyək. Bir də onu bir şey deyim ki, fikir vermisinizsə televiziya, yəni ki, kanallarda da, özəl televiziyalarda ən çox serialları çəkilən, hardasa məsəl üçün görürsən ki, tanımadığımız insanlardır. Bizim gözəl korifey sənətkarlarımız, nə qədər yaşlı sənətkarlarımız var. Allah dünyasını dəyişənlərə də min rəhmət eləsin. Qalanlara Amin. sizə olursun. Deyirəm ki, yəni bu nə dərəcədə doğrudur? Tanınmış insanlar arasında görün necə olur. Tanınmış insanlar yəqin ki, qısıtlı bütçəyə gəlib çalışmaq istəmirlər ki, düz də eləyirlər yəqin ki. Və çox vaxt dediyim kimi ssenari baxımından narazılıq duyanda aktyorlar çox vaxt bəzi işlərdə yəni çalışmamağı daha doğru bilirlər. Məsələn, mənim üçün də çox vacibdir. Ssenari hər şeydən vacib gəlir. Mənim üçün hekayə, yəni gedişatı, hardan başlayıb, hardan bitəcək, obrazın belə deyək, xarakteri, bütün o gedişat bir düz xəttdə irəliləyəcəkmi, yoxsa hardasa yenə də o zəncir qopacaqmı? Bəzən bilmirəm, fikir vermisiniz yox, hansısa proyektlərdə, xüsusən seriallarda müsbət bir personajı bir neçə seriya sonra eləyirlər mənfi bir obraz və yaxud da əksinə. Təbii ki, həyatda da belədir. Hamımızın səhvləri ola bilər. Biz bəzən müsbət şeylər, bəzən də mənfi şeylər eləyə bilərik, amma nə dərəcədə bu absurd görünməyəcək, bu çox vacibdir. Yəni ki, fikir vermişik, bizim sənətkarlar niyə görə qonşu ölkələrdə gedib seriallara çəkilsin? Halbuki bizim özümüzün gözəl məsəl üçün də seriallarımız var. Niyə görə gedib orada çəkilsinlər? Hətta onlar da gileylənirlər, şikayət edirdilər ki, dəvət almırıq. Bizi dəvət eləmirlər, sanki unudulmuşuq. Özüm dəfələrlə şahid olmuşam. Allah onlara da can sağlığı versin. Yəni bu baxımdan soruşdum, bu nöqteyi nəzərdən soruşdum ki, bu nə ilə əlaqəli ola bilər? Əslində bir şey demək istəyərdim. Mən belə bir müşahidə aparmışam. Elə onların danışığında baxıram ki, bir çox böyük əsas sənətkarlar var idi. Məsələn, Yaşar Nuri, Səyavuş Aslan, Hacıbaba Bağırov. 2008, 2012, 13-cü illərdə rəhmətə getdi. Və yerinə Fərdə Amil, Elməddin Cəfərov kimi adamlar çıxdı. Bu Xoxan, Qız Qaçma, Oğlan Evi kimi belə ucuz kinolara əl atdılar. Bu Türkiyədə kinolar var, Kutsal Damacana. Onun eynisini kopyaladılar. Və bunlarla da bizim kinomuza tənbəllik oldu. Cəmaət dedi ki, hə, deməli az büdcə ilə çox pul götürmək olur. Ona görə də keyfiyyətli işlər azalmağa başladı. Məsələn, Taleh Yüzbayev verə bu bəzi absurd kinolarda aktyor kimi iştirak eləmişdim məcburi cəhətdən. Amma Allah şükür ki, sonradan
düzgün layihələrlə yenidən qayıda bilir. Məsələn, bəlkə də onun zirvə kinosudur. Çox bəyəndiyim kinodur. İndi bir çöküş yaşayırıq. Məsələn, mən Milli İncəsənət Universitetinə getmişəm. 2010-cu ilə qədər gördüyümüz bütün sənətkarlar bu dəqiqə çıxış eləmir ha. Hamısı orada müəllim işləyir və o qədər düzgün insanlardır ki, deyirəm kaş elə efirlərə onlar çıxsın. İnşallah mən gələcəkdə bu kino birliyi fikirləşirəm ki, elə siz dərsiz, köhnələrdir, təzələrdir. Ümumi bir kino birliyi olsa, məsələn, daha əvvəl Kamran Ağabalıyevin də təlimi vardı, orada da demişdim. Ümumi bir kino birliyi olsa çox inkişaf eləyəcəyik. Hollivooda qədər çıxacağıq inşallah. Sadəcə biraz vaxt lazımdır. Şərait lazımdır bizə. Məsələn, mən Gənc Tamaşaçılar Teatrına ssenari vermək istədim, mənə qəbul eləmədilər. Yəni, bu dəqiqə heç şərait verilmir biz gənclərə. Çox üzrlüyüm. Azərbaycan televiziyasında ilk serial olan İtmin Gəlin Əlbalı Hacızadənin də əsəri əsasında çəkildi. Gördünüz, dünyaya səs saldı. Necə gözəl bizim aktyor, aktrisalarımız çəkildi. Hamısı səlim, hamısı təbii. Amma qardaşın sözünə qüvvət, bəli, doğru vurğuladı. Sanki Türkiyə kanalından, elə bir ki, televiziyasına baxıb senariləri oradan götürürlər. Əksəriyyəti. Eyni senari. Tənbəllik. Bəli, süni alınır da, bu da çox süni alınır. Bezdirici, yorucu alınır. Qıcıq yaradır. Bir sözlə. Mən onsuz istəsəm baxaram da, türk kanalları var. Məsələn, mən stand-up istəyirəmsə Cem Yılmaza baxaram. Hamı başlayır onu kopyalamağa. Məsələn, mən istəsəm elə onlara baxa bilərəm də. Mən istəsəm Kamal Sunala baxaram. Niyə? Fərd Aminin üzr istəyirəm, amma kino o sinemada qoyulub bu səhnə. Qarşısındakı adamla döyüşə bilmədiyi üçün alt paltarına qədər soyunubdur. Hətta onu da eləmək istəyirdi, axırsı arxadan kişini vurdular. Və belə bədbəxtcəsinə bir absurd komediya elədilər öz aləmlərində. Yəni, bu cür şəkildə kinomuz say günə qaldı və acı öz sinif yoldaşlarımı görürəm ki, örnək kimi elə insanların tuturlar. Yəni, əziyyət çəkib uğur qazanmaq yerinə çox səviyyəsiz ucuz yola düşürlər. Məsələn, adi bir soyuq günəş qədər keyfiyyətli bir iş ortaya qoymurlar. Mənasız, səviyyəsiz bir komediya edirlər. Komediyanı belə absurdcasına aparırlar. Belə Başqa sualı olan var? Axşamınız xeyir olsun. Siz çərşənbənizi təbrik edirəm. Zahirəm, çox sağ olun. İzahınız üçün təşəkkür edirəm. Yəni, aydın oldu tamamilə. Mənim üçün də maraqlı bir mövzuydu. Lakin onu qeyd eləmək istəyirəm əsasən ki, qoşulanda mən heç anlamamışdım. Yəni, sadəcə mövzunun adına baxmışdım. Ondan əvvəlki gün isə, yəni soyuq günəş dırnaq arasında, yəni film olduğu, yəni qeyd olunmuşdu. Yəni qoşulduqdan sonra belə baxdım, ay dedim, yəni xanım mənə çox tanış gəlir də, İrana xanım. Sizi burada görmək, yəni sizinlə bir olmaq, təlimizdə iştirak eləmək məni çox sevindirdi. Deməli bizi Soyuq Günəş filmində ağladan xanım sizsiz. Həqiqətən də çox maraqlı bir film idi. Çox sağ olun, təşəkkür edirəm. Bir şey də vurğulayım ki, çox üzr istəyirəm sizdən, buradakı insanlardan. O gün olsun ki, sizin rollara da dəvət çox olsun, çoxlu ssenarilər, yəni çox olsun, filmlərə, tamaşalara rol alırsınız inşallah. Çox sağ olun. Sizin simanızda olan aktyor, aktrisalar həqiqətən çox azdır xanım. Çox sağ olun. Aha. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm gözəl arzularınız üçün. Kiminsə başqa ürək sözü, sualı.
gözlədiyindən tez qurtardı. Bütün təlimlər həmişə 1 saat, hətta 2 saat olurdu. Bu elə yarım saatı qurtardı. Əslində sual Hmm. cavab sitəsi də maraqlı olar da, əslində kifayət qədər də iştirakçı var. Deyəsən tanırlar insanlar Salam, sənədi. hər vaxtınız xeyir. Hər vaxtınız xeyir Bir olsun. sual vurğulaya bilərəm sizə. Evet. Səhnədə özünüzün ən güclü tənəffüs nədir? Yəqin ki, məsuliyyətli. Belə özümü tərifləmiş kimi çıxmasın, amma mənə səhnədə həmişə məsuliyyət çox yardım edib. Hər baxımdan həm replikalarımı yadda saxlamaq barəsində, həm məşqlərdə vaxt-vaxtında iştirak etmək, tərəf müqabilimə hörmət eləmək, onunla həmişə belə bahəm bir yaradıcılıq formasında olmaq, bunlar hamısı mənə çox kömək edir və yəqin ki, mənim güclü tərəfim odur. Deyim ki, belə təbiətdən çox güclü aktrisayam və yaxud da çox şey bilirəm, yox, amma mənim güclü tərəfim odur ki, hər zaman öyrənməyə, daha yaşda, yəni böyük və təcrübədə də daha böyük aktyorlarımızdan hər zaman nələrisə öyrənməyə, rejissorlarımızı hər zaman dinləməyə, dediklərini nəzərə alıb və onlar üzərindən artıq çıxış eləmək. Bütün bunlar yəqin ki, mənə kömək eləyən nüanslardır. Aha, təşəkkürlər. Bir dənə də belə bir sual verim. Bəs sizi dinləyən insanların nə qazanacağını düşünürsünüz? Maraqlı sualdır. Düşünürəm ki, yararlı bir məlumat götürməyə çalışdım sizə. Qısa, lakonik, rahat olmaq şərti ilə bu təlimi hazırlaşanda çalışırdım ki, qısa, lakonik, amma bir o qədər rahat və aydın olsun. Ümid edirəm ki, nisbətən əgər kiminsə bir səhnə qorxusu və yaxud da publika qorxusu var idisə, məni dinləyəndən sonra bir neçə faiz də olsa bu azalıb. Hər zaman da işimdə fərq yoxdur. Film sektorunda ya teatr sektorunda elədiyim işdə həmişə çalışmışam ki, insanlara qarşı səmimi olum, dürüst olum, insanlara xoş enerji, gözəl enerji ötürüm və nə bilirəmsə bu sahə ilə bağlı az da olsa insanlara bir yardımım toxunsun. Ümumiyyətlə mən hər işdə fikirləşirəm ki, mən bu işdə varamsa, nəyə görə varam? Təkcə hansısa maddi qazanc deyil təbii ki, məsələ. Mənim üçün hər zaman mənəvi qazanc daha önəmlidir. Həm öz qazancım, mənəvi qazancım, həm də insanlara ötürdüyüm mənəvi qazanc. Elə. Bir də belə bir sual verim. Özgüvən siz səhnəyə çıxdıqdan sonra formalaşıb, yoxsa əvvəlcədən var idi? Sırf mənə aiddir sual, yəni mənim özgüvənim. Bəli, ümumiyyətlə, yəni siz öz fikrinizi bildirə bilərsiniz. Aha. Mən çox özgüvənli biri deyiləm əslində. Təbiətim o cür deyil. Hardasa mənim 18-19 yaşım olanda, tələbə zamanlarımda mənim özgüvənim belə deyim, bəzi hadisələr əsasında belə deyim, özgüvənim itdi. Özümə qarşı böyük bir inamsızlıq yaşamağa başladım. Özümə qapandım və elədiklərimin səhv olduğunu, yanlış olduğunu, heç kimin bir yararı olmadığını düşünməyə başladım. O da düşünürəm ki, səhv insanların əhatəsində olduğum üçün hansı baxımdan səhv insanlar məni pessimistliyə doğru sürükləyən insanlar bəlkə də olub ətrafımda, hansılar ki, mənə ürək dirək vermək əvəzinə yox, səndə filan şey alınmır, filan aksentin var kimi cümlələr. Pasif agresiya deyirlər buna. Məsələn, ay çox gözəl aktrisasan, amma aksentin var səhnədə. Ay filan şeyi çox gözəl edirsən, amma filan profildən filan cür görünürsən kimi belə aqressiv, pasif aqressiv məsələlər olub, hansılar ki, mənə böyük bir özümə inamsızlıq yaratdı. Amma zamanla artıq bunları dəf eləməyə çalışdım. Özümdə bunları tərbiyə eləməyə çalışdım. Və zamanla təbii ki, mən ən yüksək səviyyədə, ən təcrübəli bir aktrisa, ən güclü aktrisa deyiləm əsla heç vaxt. Amma özümün
İndi var olduğum versiyanın hər gün daha yaxşısı olmağa çalışıram, belə deyim. Yəni bu zamanla və təcrübə ilə mənimsənən şeylərdir. Çox sağ olun. Son bir sualı vermək istəyirəm. Bəs fərqli ixtisasdan bu sahəyə yönəlmək mümkündürmü? Məsəl üçün müəllimlik ixtisasından. Belə deyim, indi mən sizə bir konkret hə və yaxud yox cavabı desəm, yəqin ki, sizi yanıltmış olaram. Amma mümkündür. Çətin də olsa mümkündür deyə düşünürəm. Əgər doğru istiqamətdə özünüzü inkişaf elətdirsəniz, doğru müəllimlərin yanında təhsil alsaz, bəli, mümkündür. Niyə də olmasın? Çox sağ olun, minnətdaram. Sağ olun, mən minnətdaram. Mən bir daha elə bir sonuncu dəfə soruşmaq istəyərdim. Olarmı ki, mən şəxsi inkişafım cəhətdən Taleh Yüzbəyevin nömrəsini əldə edeyim? Çünki ona da maraqlı suallarım var özüm inkişafım cəhətdən. Belə deyim, mən özündən soruşum. Əgər icazəsi olarsa, sizə məlumat verim olar. Hə, çox sağ olun. Sağ olun. Çünki nömrə biraz şəxsi məsələdir və onu hər zaman mən soruşuram. Yox, estağfurullah. Onun icazəsi olandan sonra göndərsə sevinərdim. Bəli. Əlbəttə, mütləq. Hə, çox sağ olun. Sağ olun. Başqa sualı olan? Çox sağ olun, dəyərli vaxtınızı ayırdığınız üçün. Yəni bitdi. Sağ olun. Ümid edirəm ki, yararlı ola bildim. Bəli, Məsələn, dəyərli qabaqda vaxtınızı layihələr var, ayırdığınız yeni üçün layihələriniz var təşəkkürlər. qabaqda. Bəli, o teatrda bir tamaşamız qurulur indi. Metsenat adlı Tağıyev və onun ailəsi haqqında. Aprel ayında olacaq inşallah tamaşamız. Hazır kinosuda, kinoteatrda var. Premyera haqqında məlumat verəcəm Instagramda, storylərdə, paylaşımlarda. İzləsəz, premyera zamanını, vaxtını və bizlərlə bağlı bütün məlumatları oradan əldə edə bilərsiniz. Buyurun, Mənə gəl. bir şey maraqlıdır. İndi bu Tağıyevə aid mövzular həsr edirlər. Orada ancaq ruslardan danışırlar. Halbuki o bilirsiniz də Pakistana həkimlər göndərmişdi o vaxtı. Əvəzində də 2-ci Qarabağda onlar bizə kömək eləmişdi. Məsələn, onlardan danışmırlar. Məsələn, o yeni gələndə Osmanlı sultanı ilə əlaqə saxlayıb, sırf digər Azərbaycanlılarla əlaqə qurmaq üçün, yeri gələndə qızlar məktəbi açmaq üçün digər yerlərə də müraciət edib, o hissələrə toxunmurlar. Sanki belə Sovet sayağı soyuq çəkirlər kinonu. İlk iki hissəsini izlədim. Yəni ancaq çarla bağlı səhnələr var. Yəni Siyasi bir mövzudur. Yəni bu barədə belə çox bir cavab verə bilmərəm sizə. Yəni ssenarinin niyə bu yöndə olduğunu açığı bir məlumatım yoxdur. Çox xoş oldu ki, sizin kimi xanımla bu cür gözəl təlimlərdə, yəni ki, dinlədik. Təlimlər bundan da daha çox olsun. Biz də sevə-sevə Bəli, dinlədik. Çox sağ olun, mənə də çox xoş oldu. Hər kəsə təşəkkür edirəm iştirak etdiyiniz. Bəli, fəal iştirakçılar üçün hər bir iştirakçımıza təşəkkür edirik. Növbəti təlimlərdə görüşmək dilərik. İnşallah. Hələlik çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Sağ olun. Sağ olun, hələlik sağ olun. İşlərinizdə uğurlar. Uğurlar diliyirik. Sağ olun.